Mən Şamaxı rayon sakini Bəkirov Adil Kazımoğlu. Mən müraciətim ölkə rəhbərinə, cənab prezident müraciət etməyimin səbəbi budur ki, oktyabr ayında Dost Mərkəzi tərəfindən işdən çıxarılıb. Sonra noyabr ayında sosialım kəsilib. Möhtərəm cənab prezident, mən dəfələrlə bununla bağlı Sosial Müdafiə Nazirliyinə müraciət eləmişəm. Çox təəssüf ki, bu günləri Şamaxı Bələdiyyəsi vətəndaş olaraq məni qəbul etmək istəmir. Mən dəfələrlə Şamaxı Bələdiyyəsinin qəbula getmişəm. Çox təəssüf ki, məni qəbul etməyiblər. Mən sizdən xahiş edirəm ki, bu özbaşınalığa son qoyasınız. Möhtərəm cənab prezident, mən bu ölkədə 3 evladımın yaşama hüququ var. Sizdən xahiş edirəm ki, bizə köməklik göstərəsiniz. Mən dəfələrlə sizə müraciət etmişəm. Yazılı surətdə məktubla bağlı müraciətlərim olub. Çox təəssüf ki, bizim müraciətlərimizi Şamaxı şəhərində eşidilmir. Mən vətəndaşam, mənim yaşama hüququm var. Çox təəssüf ki, bizim yaşama hüququmuzu əlimizdən alınır. Çox çətin vəziyyətdə qoyuluruq biz vətəndaş olaraq. Nə vaxta qədər cənab prezident, bu ölkədə biz çətin durumda yaşayacağıq. Çox təəssüf ki, bəzi məmurlar vətəndaşa yuxarıdan aşağı baxır. Vətəndaşın fikirlərini, şikayətlərini eşitmək istəmirlər. Mən vətəndaşam. Axı mən niyə görə rayonda çıxılmaz vəziyyətə qalmalıyam? Niyə bizim problemlərimizi rayonda eşidilmir? Bizim şikayətlərimiz bu rayonlarda təmin olunmur. Möhtərəm cənab prezident, sizdən xahişim odur ki, bir vətəndaş olaraq, Şamaxı rayon sakini olaraq bizə köməklik göstərməsini sizdən çox xahiş edirik.